Əziz dostlar, 27 sentyabr Azərbaycanda Anam Günü münasibəti ilə Sabitlik və İnkişaf Mərkəzi İctimai Birliyinin sədri, Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin prezidenti, İctimai xadim Rasim Məmmədovun Azərbaycan ictimaiyyətinə, İNK ailəsinə bəyanatını təqdim edirik. Əziz dostlar, əziz həmvətənlər, bildiyimiz kimi 2020-ci il 27 sentyabrda Müzəffər Ali Baş Komandanın əmri ilə bizim rəşadətli ordumuz müharibə şəraitində 44 gün ərzində Azərbaycan torpaqlarını azad etdi. 30 ildən artıqdır ki, işğal olunmuş torpaqlar geriyə qaytarıldı və Müzəffər Ali Baş Komandanın dəmir yumruğu ilə, rəşadətli ordumuzun gücü ilə, şəhidlərin qanı ilə heç bir tarix boyu təkrar olunmayan bir zəfəri əldə etdik, qazandıq. Bu münasibətlə 27 sentyabr Anım Günü münasibəti ilə həm şəhidlərin valideynlərinə başsağlığı verirəm, həmin bugünkü Anım Günündə öz ağrılarımızı, acılarımızı sizinlə bölüşürəm və eynilikdə Zəfər qələbəsinin şanını, şöhrətini yaşayan bir vətəndaş olaraq mən hər birinizə başınız sağ olsun, vətən, azadlığımız, birliyimiz, müstəqilliyimiz, ərazi bütövlüyümüz əbədi olsun, müqəddəs olsun və bir təşkilat rəhbəri olaraq mən də bugünkü günlə qürur duyuram. Özümə borc bilirəm ki, bütün şəhid valideynlərini, qazi valideynlərini, onların övladlarını səmimi qəlbdən təbrik edim və bu zəfər qələbəsi münasibəti ilə onlara bir daha uzun ömür, can sağlığı arzulayım. Sağ olun, var olun.